Bismillahirrahmanirrahim və bihi nəstə'in və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Bugünkü bəhsimiz zəkat haqqındadır. Allah Mütəala Quran-ı Kərimin Müzzəmmil surəsinin 20-ci ayəsində belə buyurur. Əuzu billahi mineşşeytanirracim və aqimus-salate və atuz-zakah və aqridullaha qardan hasana. Buyurur ki, namaz qılın və zəkat verin və Allaha yaxşı borc verin. Bu ayənin təfsiri nədir? Ondan işim yoxdur. Amma zəkatın əhəmiyyətində bu qədər kifayət edər ki, Allah Mütəala Quran-ı Kərimin bir çox ayələrində namaza əmr etdikdən sonra kənarında zəkata da əmr etmişdir. Yəni, zəkat bu qədər əhəmiyyətlidir. Necə ki, namaz dinin sütunudur. Namaz haqqında bir çox əmrlər gəlmişdir Quran-ı Kərimdə. Namazın kənarında zəkat da gəlmişdir. Bir sıra hədislərə əsasən buyururlar ki, hər kəs zəkat əhli olmasa, onun namazı da qəbul olmaz. Pəs zəkat çox əhəmiyyətli bir məsələdir. Və bunu da qeyd edək ki, zəkat özü iki qismdir. Bəzən buyururlar ki, zəkatul bədən və zəkatul mal. Zəkat-ı bədən, inşallah gələn dərslərimizdə işarə edəcəyik, fitrə zəkatına deyilir. Ramazan ayında bir ay oruç tutduqdan sonra Ramazan ayının əməlləri, məxsusən orucu qəbul olsun deyə Allah Taala müəyyən miqdarda zəkat ünvanında ayırmağı vacib bilmişdir. Amma nə qədər, nə miqdarda kimlərə vacibdir, inşallah sonradan işarə olunacaq. Bir qism zəkat da zəkatı maldır. Yəni, insan gərək öz malının zəkatını versin. Lakin insanın bütün mallarına zəkat vacib deyil. Bəlkə 9 dənə yer vardır, 9 dənə muriddə onların zəkatını ayırmaq vacibdir. Mən onlara işarə edirəm. Onlardan biri buğda və arpadır. Biri buğdadır, ikincisi arpadır, üçüncüsü kişmişdir, dördüncüsü xurmadır. Əlbəttə, kişmiş ilə xurma bizim məsələn məntəqəyə aidiyyəti yoxdur. Heyvanlarda 3 heyvanın adı çəkilir. Dəvə, inək və qoyun. Müəyyən şərtlər daxilində bunlara da zəkat vermək vacib olur. Nəhayət, 8 ilə 9 da qızıl və gümüşdür ki, o qızıl və gümüş işi keçmiş zamanda onların vasitəsilə alver olunurdu. Yəni, hal-hazırda bir nəfər zinət əşyası olaraq qızıl alıbsa, seyb, qolbağı, bunlara zəkat vacib deyil. Xums vacib ola bilər müəyyən şərtlər daxilində, amma zəkat bunlara vacib deyil. Bəlkə buyururlar ki, o qızıl iki pul ünvanında keçmiş zamanlarda onlardan istifadə olunmuşdur, sikkə deyirlər ona. Onlara xums vermək vacibdir. Pəs 9 şeydə, 9 dənə malda zəkat vacibdir. Onlardan biri ki, buğda ilə arpadır. Məsələn, bizim məntəqəyə aid ola bilər. Bunun barəsində biz gərək danışaq. Xurma ilə kişmişi bizim məntəqədə demək olar ki, yoxdur. Və həmçinin o qədər dəvə də yoxdur, inək və qoyun. Bu 4 şeyi ki, xumus bunlara vacibdir və bizim məntəqədə də olur. Bunlar barəsində mən danışacağım. Birincisi, buğda ilə arpa haqqında danışaq. Buğda və arpaya hər vaxt xumus zəkat vacib deyil. Buğda ilə arpa, əgər bir nəfər əkinçilik ilə məşğuldur, buğda əkir, arpa əkirsə, o məhsul işi götürdü. Əgər götürdüyü məhsul 847 kiloqram, hətta əqəl məşhur nəzər budur ki, 847 kiloqram olsun. Bəzən qram da əlavə edirlər. Buyururlar ki, 847 kilo 207 qram həddində olarsa, buna deyirlər nisab həddə. Nisab həddinə yetişmişdir, gərək sən onun zəkatını ayırasan. Fərz edək, bir nəfər əkincidir, piçin vaxtı buğda piçdi, gətirdi evinə və yaxud da arpa gətirdi. Əgər baxsın, götürdüyü buğda və arpa 847 kiloqrama çatmışdır, artıq buna zəkat ayırmaq vacibdir. Götürdüyü bu buğdanın və arpanın nə miqdarın zəkat ünvanında ayırmalıdır? Buyururlar ki, bu fərq edir. Əgər bu öz taxılını, buğdasını, arpasını öz əli ilə suarmışdırsa, məsələn, quyu vasitəsi ilə, yəni suarma, dəminə deyil, məsələn, yağış vasitəsi ilə suarılmıyor. Bəlkə özü zəhmət çəkib, quyu vasitəsi ilə, motor vasitəsi ilə suarıb. Buyururlar ki, bu surətdə 20-də 1-dir. Yəni, özü zəhmət çəkdiyinə görə, məsələn, əgər 2 ton buğda əldə eləyibsə,
onun 20-də birini zəkat ünvanında verməlidir. Yox, əgər əli ilə yox, elə bəzi yerlərdə, Azərbaycanda bəzi məntəqələrində yağış vasitəsilə deminə əkilir. Yəni bu heç zəhmət çəkmir. Bu surətdə, məsələn, dağlıq yerlərdə belə olur. Elə yağış vasitəsilə suvarılır. Bu surətdə əgər məsələn 1 ton buğda əldə edibsə, o 1 tonun 1/10-ni zəkat ünvanında ayırmalıdır. Əlbəttə buna da diqqət edin. Bəzi şərtlər daxilində xums zəkat vacib olur. Bu əvvəla nisaba çatmalıdır. Bundan əlavə qoyduğu xərcləri də götürməlidir. Sallallahu əleyhi və səyyidina Muhammed və alihi tahirin.